ince sənət. Sevgili izləyicilərimiz, gənc müğənni Zaur Həsənovun ilk klipinin təqdimatı oldu. İzləyək. Səni həm sevəcəm, həm unudacam kəlmələrini musiqinin vəhdətində birləşdirən, səsi ilə insanları duyğulandıran, sənət pillələrini yeni addımlayan Zaur Həsənov uzun müddət sözü gedən mahnıya çəkilən klipə təqdimat mərasimi keçirtdi. Al götür qəlbimi, baxı sənindir, sənin xəyalların tək həmdəmindir. Sənsiz bu dünya mənə qənimdir, səni həm sevəcəm, həm unudacam. Klipi izləməyə gələnlər media nümayəndələri və şou əhli oldu. Təbrik edirəm. Heç vaxt ilk işə pis demək olmaz. Ona görə də yəni ürəyə yatımlı mahnıdır, qulaq asılmalı mahnıdır. Klip də yəni belə fövqəladə bir şey yoxdur, dəhşət bir şey yoxdur. Sadəcə yəni adamı görməyin görüntülərdir. Yəni mənfi təsir bağışlamadı. Zaura uğurlar arzu edirəm və inşallah arzu edirəm ki, bundan da gözəl kliplər təqdim etsin biz həmkarlarına da, tamaşaçılarına da. İlk işidir, ona uğurlar arzu edirəm. Təbii ki, hələ yeni başlayır yaradıcılığa. Ona uğurlar arzu edirəm. Təbii ki, bütün sənət dostları da burada ona uğurlar arzu elədi. Mən əminəm ki, o həvəsdən düşməyəcək. Elə belə də sükanı belə saxlasın. İnşallah daha yaxşı kliplər ondan gözləyirik. Uğurlar təbrik edirik. Təqdimat çox gözəl keçdi, ürəyimcə oldu. Sağ olsun sənətçi dostlarımızı təşrif buyurmuşdular, jurnalistlər təşrif buyurmuşdular. O digər müğənnilər kimi klipinə tərif yağdırmadı. Tam olaraq mən bəyəndim desəm, biraz başqa cür çıxar. Yəni bəyənmədiyim nüanslar var idi. Zaurun gündən-günə yaradıcılığının inkişafına təkan verənsə dostudur. Mahnı da hədiyyə idi, klip də hədiyyədir. Sağ olsun mənim dostlarımız, sağ olsun, var olsun. Bugünkü tədbir də, yəni nə əməyi keçmişsə, dostum tərəfindən hədiyyə olmuşdu. Ona da dərin minnətdarım, dərin təşəkkürümü bildirirəm. Cahan qrupu adına təbrik edirik. İlk addımları Zaurun xeyirli, düşərli olsun, uğurlu olsun, axarıncı olsun. Qardaşımıza Allah ruhsunu bol eləsin, bundan da gözəl işlər ərsəyə gətirsin, amin inşallah. Yəni o qədər ruhsu bol olsun ki, yəni ürəyə istəyən mahnıları yazılsın, ürəyə istəyən klipləri çəkdirsin. İlk işidir, ilk klipini təqdim edir. Ona görə də nə çox tənqid eləmək lazımdır. Sadəcə olaraq bu qardaşlara öz fikirlərimi deyirəm. Zaur gənc müğənnidir, bu sənətdə artıq ilk addımlarını atır. Xeyirli uğurlu olsun, yəni biz nə deyə bilərik? Uğurlarının davamını görmək istəyirik. Bütövlükdə təbrik edirəm, uğurlu, xeyirli olsun. Yeni klipin təqdimatı bitər-bitməz artıq növbəti işini ərsəyə gətirməyə hazırlaşır. Yeni bir mahnı gəlir, onun da klip fikirlərimiz var. Onda tamam fərqli bir rejissor, tamam fərqli bir məkan. Hal-hazırda gələn mahnıya hələ fikrimiz var ki, xaricdə klip çəkdirək, Allahın köməyi ilə. Bir daha səni təbrik edir, qarşıdan gələn layihələrinin təqdimatında görüşənədək sənə hələlik deyirik.